Salam gözəl dostlar, gözəl insanlar. Necəsiz? Çoxdandır görüşmürük. Açıq istədiyim ki, hal-hazırda bu video gecə saat 1-ə işləmiş çəkilir. Nə operatorun vaxtı var, nə mənim vaxtım var. Zorla bir vaxt tapmışıq. Yəqin ki, videonun cover şəklindən gördünüz ki, sizə maşın kreditə təklif edirəm. Özdə hansı maşın? Çanqan. Yəqin deyəcəksiniz ki, aha, bu da keçdi bu tərəfə. Yəqin ki, Çanqanı tərifləyəcək. Xeyr dostlar, bilirsiniz ki, artıq uzun zamandır ki, videolar çəkirəm və bəlkə də bir neçə min insanla əlaqədə olmuşam. Sadəcə e-mail üzərindən və inboxa yazılanlar müxtəlif platformalarda. Deməli, belə bir ortaq bir problem var. Bəlkə də sizin videoya baxanlar da bunu öz-özlüyündə deyəcək ki, hə, mənə də belə deyib. Çox adam mənə yazır ki, qardaş, mənə Çanqan gətir. Mən razıyam, mənim qəbulumdur, mən hər şeyi qəbul edirəm, mən bu xoşum gəlir da, 3 il, 5 il istifadə edəcəm, qiymət də mənə uyğundur, mən onlara demişəm ki, bəli, alıb sürə bilərsiniz, mən etiraz eləməmişəm. Kim ki mənə deyib ki, mən istəyirəm maşını 15 il sürəm, demişəm ki, o mümkün deyil. Eyni zamanda bunu qəbul edən insanlar mənə deyiblər ki, qardaş, bax, sən gətir də maşını, bax, səndən iş istəmirik ki, sənə inanırıq, maşını sən gətir. Və siz yəqin ki, görmüsünüz mənim əvvəlki videolarımda, mən Çinin ən böyük əyalətlərdən birinin Çanqan təmsilçisinin belə ailəvi dostuyam. Çinin ən böyük əyalətlərdən birinin, hansı ki, Azərbaycandan bəlkə də 10 dəfə böyükdür. Həm əhalisinə görə, həm ərazisinə görə. Yəni, onlar da, bilmirəm, açığı neçə dənə orada Çanqan filialı var. Yəni, mən oraya gedəndə sizə hətta oradan servisdən də video çəkmişdim. Orada ustalar nətər sökür, nə edir? Demişdim ki, bax, belə bir dəstək də eləyə bilərəm Çanqanlara, amma eləmirəm. Demişdim, yəni baxmışsınız həmin videolara. Əgər kimsə Çanqanı istəyirsə, həqiqəti bilməlidir. Və məsəl üçün Çanqan, qardaş, maşın əla qiymətədir, amma ehtiyat hissəsi bahadır. Bunu müştəri bilməlidir. Bura Çanqan servisdir. Ehtiyat hissəmizdə var. Çanqanın özünün qiyməti ucuz olmağına baxmayaraq ehtiyat hissəsinin qiyməti bahadır. İndi bu son zamanlarda yəqin ki, görmüsünüz da, çoxlu sayda avtomobil dərəcuzluğu, avtomobil idxalında insanları aldatmaq məsələsi ortalığa çıxıb və mən açığı pis oluram. Mənə yazırsınız ki, bax, məsəl üçün, getdim, başıma belə oyun gəldi, belə oyun gəldi və mən təbii ki, hər zaman atqaz eləmişəm bu cür maşınları gətirməkdən. Mən həm zaman Alman tərəfdarı olmuşam və indi də bugün də Alman tərəfdarıyım. Amma bu, nətər deyim, bu yaxınlarda da bir-iki nəfərə cinayət işi açdılar. Mənim kimi adamlar eləmədikcə bunu, bu gedir, düşür naşı adamların əlinə və təbii ki, insanları aldatırlar. Bu səbəbdən müxtəlif xidmətləri bir araya gətirib sizə mən sizin istədiyiniz, diqqət edin, sizin istədiyiniz maşınları da təklif edəcəm. Yalnız mənim sevdiyim yox. Çünki sizin qərarınızdır bu. Mənim qərarım deyil. Bax, yenə də deyirəm bunu sizə. Deməli, ilk maşınımız, təklif edəcəyim maşın Çanqan CS55 plug-in hibriddir. Bu avtomobili sizə stokda nə qədər varsa o qədər təklif eləyə bilirik. Yəni, rənginə görə, qiymətinə görə, stokda maşının bura çatdırılma vaxtına görə hər biri yalnız ofisə gedəndən sonra sizin bundan tam məlumatınız olacaq. Çünki stok gündə dəyişilən bir şeydir. Deməli, dostlar, Çanqan CS55 plug-in hibrid avtomobilinin qiyməti ilkin ödəniş 40% olandan sonra siz 40% ödəyirsiniz. Sizin avtomobili gətiririk bura. Avtomobili 2 illik sizə kreditə veririk. Yəni, stokdan asılı olaraq avtomobil bura 25 gün, 45 günə gəlir. Ondan sonra siz tam ödənişi eləmirsiniz. Siz 24 ay bunu kreditə götürürsünüz və aylıq ödəniş olur $535. Bu avtomobil üçün. Amma yenə də deyirəm, bu bütün rəqəmlər asılıdır stokdakı vəziyyətdən. Çatdırılma asılı stokdakı vəziyyətdən. Biz bunun rəsmi təmsilçisi deyilik. Biz sadəcə oradakı dilərlə əlaqədəyik və sizə stokdakı məhsulları verə bilirik. Stokdakı rənglər, stokdakı interyer, stokdakı maşınların sayı və qiyməti həmin gün üçün keçərlidir. Mən bugün video çəkilən gün üçün deyirəm, təqribən $535 aylıq ödənişlə olacaq. İndi isə keçək ehtiyat hissəsi məsələsinə. Dostlar, bu avtomobilləri yenə də deyirəm, lokal dillərlə yaxından əlaqə olduğuma görə gətirəcəyimiz avtomobillərə 60-70% dəstək verə bilirik. Yəni, bir çox şeyləri eləyə bilmirik, amma 60-70% şeyləri eləyə bilirik. Nəyə görə mən bunu tam eləyə bilmirəm, onu da sizə izah edeyim.
Çünki bəzi hissələrə yalnız zavod müdaxiləsi mümkün olur və onun üçün bizdə avadanlıq yoxdur. Ehtiyat hissələri isə orta səviyyədə təqdim olunacaq. Düşünün ki, məsəl üçün bu gün əgər 7-8 dənə maşın gəlirsə, biz 10 dənə maşınlıq ehtiyat hissəsi gətirib sizə servisdə təqdim eləyə biləcəyik. Amma qarantiya yoxdur. Yadınızda qalsın, qarantiya yalnız və yalnız istehsalçı tərəfindən verilən bir şeydir. Onu nə Şahin, nə də hər hansı bir şirkət verə bilməz. Baxıram internetdə çoxları vəd verir, deyir ki, 50.000 kilometr qarantiya verirəm, 100.000 kilometr qarantiya verirəm. Bu sadəcə sözdə olan bir şeydir. Bu söz cambazlığıdır. Əgər siz gedib onlara desəz ki, mənə rəsmi qarantiya ver, sənəd ver, o sizə onu verə bilməyəcək. Yenə də deyirəm, qarantiya istehsalçı tərəfindən verilən bir şeydir. Mən istehsalçı olmadığıma görə mən yalnız sizə nə təklif edirəm? Deyirəm, sizə maşını gətirə bilirəm, onu kreditə sala bilirəm, ehtiyat hissəsini gətirə bilirəm, mənə təklif olunan sayda ehtiyat hissəsi gətirə bilirəm və eyni zamanda sizə servis edə bilirəm. Bizim yetərincə təcrübəli servisimiz var. Biz bu işlə onsuz da məşğuluq. Diaqnostik aparatları, hətta Çanqan mənə zavod səviyyəsində diaqnostik aparatda söz verib. İnşallah söz verdikləri kimi olsa sizə tam servis xidməti də verə bilirəm. Tam deyəndə yenə səhv olmasın, yalnız 60-70% səviyyədə servis verə bilirəm. Bax belə. Bu mənim bu avtomobil haqqında eləyəcəyim təklifdir. Əgər kimsə maraqlanırsa, bundan xahiş edirəm 050 212 3403 nömrəsi ilə əlaqə saxlasın. Bu ofis nömrəsidir. Yalnız iş vaxtında. Xahiş edirəm, yalnız iş vaxtında əlaqə saxlayın. Gedin, hər gün stoku yoxlayın, əgər maraqlısınızsa və sizə stoka uyğun avtomobil seçib versinlər. Yenə də deyirəm, stoka uyğun avtomobil və o günün qiymətlərinə uyğun olacaq hər şey. Bəlkə bundan daha ucuz, bəlkə bundan azca daha baha. Onu sizə garanti edə bilmirəm. Bu qədər. Əgər ki, yenə də sualınız olsa, xahiş edirəm mənə e-mail ilə bildirəsiniz. Sağ olun.